Salam əziz dinləyicilər, hər birinizi xoş gördük. Bugünkü qonağımız Sirəqəsər Mədəniyyət Mərkəzinin direktoru Real Cəbiyevdir. Bu podkastda məni də dəvət elədiyiniz üçün təşəkkür edirəm. Siz sağ olun. Real bəy, bugün sizə bir neçə sualımız olacaq. İstər şəxsi mövqeyinizdən, istər iş həyatınızdan, istər yaradıcılıq cəhətdən. Hazırsınızsa başlayaq. Buyurun. Real müəllim, Sirəqəsər Mədəniyyət Mərkəzi kəndin ictimai həyatında çox böyük fəal görünür. Sizcə mərkəzin bugünkü əsas missiyası nədir? Mərkəzin bugünkü əsas missiyası bir deyil, bir neçə missiyası var. Biz elə buna çalışırıq ki, mərkəzimiz həqiqətən də bir mədəniyyət ocağına çevrilsin. Orada bizdə rəsm dərnəkləri, rəqs dərnəkləri, bir neçə kurslarımız fəaliyyət göstərir. Mən həmişə müəllimlərlə ünsiyyətdə bildirirəm ki, mənim böyük arzum, böyük hədəfim odur ki, məsələn, bir nəfərə sual verəndə ki, sən hansı universiteti bitirmisən, o deyir Bakı Dövlət Universitetini və yaxud deyir İqtisadiyyat Universitetini. Mənim də hədəfim də odur ki, yəni Sirəqəsər Mədəniyyət Mərkəzinin kursunu bitirmiş bir uşaq elə fəxrlə deyə bilsin ki, mən Sirəqəsər Mədəniyyət Mərkəzinin rəsm kursunu bitirmişəm, rəqs kursunu bitirmişəm və bunu teatr peşəsini bizdən öyrənmiş və cəmiyyətdə də ona etimad yaransın dərhal ki, oranı bitiribsə, deməli orada yaxşı tədris var, onda bilir bu işi. O tədrisdən çıxmış, o mərkəzdən çıxmış şəxslər həqiqətən təhsillidir. Eynən. Peşəsindən yiyələnmiş birisidir. Bəli, o təəssüratda olsun. Və biz də buna çalışırıq hal-hazırda. Bəs bu məqsədinizə nail olmuş sayılırsınız bu işlədiyiniz təyinatınızdan sonra? Məncə qismən də olsa tezdir. Çox tezdir. Biraz zaman lazımdır. Çünki o uşağın yetişməsi özü zaman istəyir. Məsəl üçün birinci nəsil, ikinci nəsil, məsəl üçün deyəlim ki, universitetə girir, 4 ildən sonra o uşaq artıq deyə bilər ki, mən Bakı Dövlət Universitetini bitirmişəm. Bizdə də hələ ki o aşama biraz hələ tezdir, amma yəni məqsəd odur. Uşaqlarla işləmək, bu barədə sizə bir neçə sualım olacaq. Bilirik ki, sizin bu balaca körpələrə, uşaqlara çox böyük bir həssaslıqla yanaşırsınız siz. Uşaqların bu mərkəzdə dərs almasının gələcəkdə onlara nə qatacağını düşünürsünüz? Belə deyim də, yəni mənim üçün yeniyetmələrlə, uşaqlarla işləmək təkcə pedaqoji fəaliyyət olaraq deyil, həm də bir insani borcdur. Varsa əgər bir kurs açılıbsa, valideyn öz övladını təşəbbüs göstərərək gətirirsə, bu artıq o uşağın asudə vaxtının səmərəli keçirilməsidir. Bəlkə də məktəbə gedərkən uşaq heç riyaziyyat, ədəbiyyat, hansısa bir fən onun üçün maraqlı deyil, sıxıcıdır. Uşaq sadəcə dərsə gedir, gəlir, valideyn məcburiyyəti ilə o təhsilə davam edir. Amma gəldiyi anda, məsəl üçün bizdə həqiqətən də olub. Biz bu günləri Empati Dram dərnəyi açmışıq da, bilirsiniz. Və orada artıq bizim üzvlərimizin bir neçəsinin hədəfi aktyor olmaqdır, bir neçəsinin hədəfi rejissor olmaqdır. Yəni bugün və uşaq orada xoşbəxt olduğunu bildirir. Hətta mən ad çəkməyəcəm, məktəbdə deməyim. Elə bir sinif yoldaşları sual verirlər ona ki, məktəb yoxsa mədəniyyət mərkəzi? Deyir, əlbəttə mədəniyyət mərkəzi. Yəni bu suala açıq bir məsələ deyil. Çünki uşaq orada özünü tapır, öz xəyal dünyasını, anşlaqı görür, alqışı görür, butaforu bilir, rekviziti bilir, kulis nədir bilir. Yəni bu bölgüləri, sərhədlərini keçir. Bəli. Bu bölgüləri bilən, bu terminləri bilən, ümumiyyətlə o atmosferdə olan bir uşaq əlbəttə ki, dünya görüşündə bir çox uşaqdan fərqlənəcək. Mən həmişə vurğulayıram, İncəsənət Universitetinə girib, oxumasam belə, oranın havasını almaq belə, 4 il gedib gəlmək, sadəcə gedib gəlmək belə insana böyük bir təcrübə qazandırır, böyük bir müşahidə bacarığı qazandırır. Çünki bizə müşahidə öyrətdilər. Birinci növbədə bizim işimiz müşahidə etməkdir. Rejissorun, aktyorun birinci, hər şeydən ən vacib işi müşahidədir. Yəni başqalaşma baş verəcəksə, hansısa bir tamaşada, hansısa bir filmdə, adam mütləq ki, o başqalaşacağı obraza görə bir təsəvvür
yaratmalıdır Bəli. özündə. Bunun üçün də ancaq və ancaq müşahidə. Mərkəzdə müxtəlif müəllimlər çalışır. Musiqi, rəqs, vizaj, kompüter, proqramlaşdırma, biçmə dikmə, lording desək, dərzilik. Bu qədər müxtəlif sahəni necə koordinasiya edirsiniz? Yəni bəziləri incəsənət sahəsidir, deyək ki, sizin biləcəyiniz bir hissələrdir. Amma proqramlaşdırma incəsənət sahəsindən çox uzaqda bir olan sahədir. Bəs bunları necə koordinasiya etməyi bacarırsınız? Bizim mədəniyyət mərkəzi həm də bizdən əvvəl öz sənədlərinə yiyələnmiş insanlar üçün bir qapıdır və onlar öz fəaliyyətini orada gəlib genişləndirə bilirlər. Mən məsəl üçün hər bir müəllimə əlbəttə ixtisaslaşmış, yəni işləməsin, amma ixtisası olsun o sahə üzrə, bir əlində sənədi olsun, diplomu olsun. Biz dərhal onu buyur, qapı açıqdır. Gəl, öz təşəbbüsünü qat və fədakarlıqla fəaliyyət göstər. Bu koordinasiya məsələsində də mənim vəzifəm sadəcə şərait yaratmaqdır. Yəni vəzifəm ancaq ondan ibarətdir ki, sadəcə gələn müəlliməyə şərait yaratmaqdır. Vizaj kursudur. Nə lazımdır? Fen, tamam. Nə lazımdır? Güzgü, tamam. Model olaraq Məsəl olur özlərinə uyğun. deyəlim ki, məsələn, aktyor sənəti dərsini biz yaradırıq orada. Nə lazımdır? Səhnə danışığı müəllimidir. Nə lazımdır? Səhnə lazımdır. Fon necə olmalıdır? Qara olmalıdır. Niyə? Çünki aktyor qara ambiyansda daha çox diqqət onda olur. Cəlb olunacaq. Kulis olmalıdır. Tamam. Kub olmalıdır. Tamam. Başqa nə? Ən önəmlisi işıq. Tamam. Yəni rəsm müəllimələrində həmçinin, rəqs otaqlarımız həmçinin sırf buna xidmət göstərir ki, müəllimlərə öz keçəcəkləri dərs prosesini daha da optimallaşdırmaq üçün yaradılan şərait mövcud olmalıdır. Və bizim müəllimələr, mən yəni qeyd edeyim ki, öz adıma çox istedadlı, çox savadlı, hətta yəni bizim artıq elə müəllimələrimiz var ki, öz məktəbdə vaxtı ikən olduğu müəllimələr gəlib onlarda tədris alıb. Bəli. Yəni onlara kurs keçib. Öz müəlliməsinə şagird, məsəl üçün kompüter kursu deyirəm. Bəli. Və tədris keçib o uşaq müəllimələrinə. Yəni bu bir dəyərdir. Və bu fədakarlıqları biz eləyə-eləyə mən belə zənn edirəm ki, yəni sizin işlədiyiniz idarənin buğalteri var yəqin ki, mühasibatı var, təbiətində var. Yəni sizin necə maaşlarınız vaxtında köçür, necə tabel verirsiniz, necə hesablamalar aparır. Eyni ilə də təbiətin, yəni günəş gecikən görmüşük ki, ayı gecikən hər bir şey hesablanmış şəkildə. Bəli, təbiətin bir hesablaması var. Mütləq ki, mənim bu zəhmətimin, əməyimin illaki bir qarşılığı olacaqdır. Öyrənmə prosesində bu sənətə ali dərəcədə yiyələnəndə sizin üçün nə kimi çətinliklər olub? Biz çox adamı görürük ki, incəsənətdir. Hə, girdim, amma oxuya bilmədim. Aktyor həqiqətən də, yəni o demək deyil ki, 100 ballar universitetə girir, ancaq qabiliyyəti yaxşı verir. Yox, aktyor həmçində bəli, savadlı olmalıdır, aktyorun dünya görüşü yüksək səviyyədə olmalıdır. Niyyətimdə var idi ki, mən incəsənəti qutaracağam və çox şükür də Allah qismət elədi, mən oranı 2 dəfə qutardım. 2 diploma sahib oldum. Nə gözəl. Mən müəllimlərimə təşəkkür edirəm. Mənim müəllimim Respublikanın əməkdar artisti rəhmətə gedib Telman Əliyev olub. Allah rəhmət eləsin. Səhnə danışığı müəllimim Nadir Hüseynov olub. Əzzağa müəllim olub. Müəllimlərim Fikrət Sultanov olub. Vokaldan Əli müəllim olub. Vokal deyərsən, mən musikamediyanı qurtarmışam. Ona görə mən ifaçı deyiləm, amma usluq var idi və orada biz bunu mütləq ki, olmalıydı, bəli. Onlara da təşəkkürümü bildirəm, sağ qalanlara, dünyasını dəyişənlərə də Allah rəhmət eləsin deyirəm. Çətinliklər qarşısında motivasiyanızı necə qoruyursunuz? Mən motivasiyamı bilirsiniz nəticədən alıram. Məsələn, bir tamaşadı qurmuşuq. O tamaşanın ki sonunda ayağa qalxıb alqış eləyirlər, ya yerində alqış eləyirlər, istər böyük tamaşa, istər balaca tamaşa. O mən elə zənn edirəm ki, istənilən bir rejissorun eyforiya dərəcəsidir. Yəni orada insan
xoşbəxtliyin bəlkə də pikini yaşayır. Məndə elədir. Məsələn, mən o tamaşanın sonundakı o poklon hissəsi var. O poklon hissəsində Mənə bir çox adam deyib ki, biz sənin gözlərini belə hər dəfə gülən görmürük. O hallarda sənin gözlərin gülür. Yəni mən Allaha çox şükür ki, bir xoşbəxt olmaq üçün bir nöqtə tapmışam. Ənənəvi sualımız olur. Həmişəki podkastın qonaqları aparacağı suallar verir. Bu gün sizin mənə nə kimi sualınız var? Sizin üçün Zirə qəsəbə mədəniyyət mərkəzi nə deməkdir? Mənim üçün Zirə qəsəbə mədəniyyət mərkəzi bir növ musiqiçi olaraq öz kəndimdə ixtisaslaşmış biri olaraq olmağım qürur vericidir və bu belə bir gözəl, yəni inkişafa meylli olan bir mərkəzdə çalışmağım ayrıca bir qürur vericidir. Mərkəzin fəaliyyətində sizə uğurlar arzulayıram. Çox sağ olun Real bəy. Bugünlük görüşümüz bu qədər. Çox sağ olun, dəyərli zamanınızı bizim üçün ayırdınız. Xoşdur. Hər bir şeyə görə minnətdaram. Mən Çox sağ olun. təşəkkür edirəm.